Bismillahirrahmanirrahim. Həzrəti Ali aleyhissalam buyurur, qəzəb bir şərdir ki, ona itaat etsən, səni viran edər. Baxın, bugün aktual bir məsələ olan qəzəb, əsəb məsələsi insanları çox narahat edir. Daim insanlar sorğusal edirlər ki, mən necə edim ki, öz əsəblərimə hakim olum, qəzəblərimi kontrol edim, get-gedə nevroz oluram, halım pisləşir, insanlara acılayıram, yoldaşımla yola gedə bilmirəm, yoldaşım mənə əsəbimi pozub, məni nevroz edibdir. Bu, elə bir problemdir ki, bütün hal-hazırda xəstəliklərin kökündə həmin o qəzəb durur hal-hazırda. İnsan ilk öncə özünə agah olmalıdır. Əgər bir insan qəzəblənirsə, özündən tez-tez çıxırsa, bu onu göstərir ki, bu insan öz emosiyalarına hakim deyil. Bilirsiniz, insanı ən çox narahat edən emosiyalardır. Bizim bir düşüncəmiz var, bir emosiyalarımız var, bir davranışımız var. İnsan qəzəblənən zaman bu qəzəb bir hissdir. O hissi yaşayır. Bu hiss düşüncədən yaranır. Düşüncə negativdirsə, bu istər negativlik ailə daxili olsun, istər ailədən kənar hansı bir insan barədə olsun, dünya barədə olsun. Əgər negativ, mənfi düşüncəyə sahibdirsə, bu bizi qəzəbləndirir, qəzəb hissi yaradır. Bu qəzəb hissi davranışa keçən zaman olur aqressiya. Bilirsiniz, insanlar neçə cür öz qəzəbini göstərir. Adam var, görsən, qışqırmaqla, ağlamaqla, şifahi şəkildə öz qəzəbini göstərir. Adam var, əməllə göstərir. Qab vurur, sındırır, qapını çırpır, kimisə vurur, kimisə təhqir edir, söyür. Bu artıq davranışla, bu artıq aqressiyadır. Bu zaman qəzəbi göstərir. Bu ona göstərir ki, bu insan öz duyğularına, emosiyalarına hakim deyil, bundan əziyyət çəkir. Bu da zamanla olur. Bunun müxtəlif səbəbləri var, kökləri var. Bu insanın zəifliyinin göstəricisi. İnsan zəifdir. Çox zəif bir varlıqdır. Xüsusən də əgər qəzəbinə hakim deyilsə, o insan zəifdir. Mütləq bunun üzərində işləməlidir, öz üzərində işləməlidir ki, öz qəzəbinə hakim olsun. Günlərin bir günü Peyğəmbərimiz, bir hadisə danışmaq istəyirəm bu barədə. Günlərin bir günü Peyğəmbərimiz bir yoldan gedirdi, gördü ki, bir izdiham yığılıb, cəmaət yığılıb, bir güclü bir şəxs ağır bir daşı qaldırır. Peyğəmbərimiz soruşdu, nəyə görə cəm olmuşsunuz, nəyə görə izdiham burada yığılıb? Deyirlər ki, bir pəhləvandır, ağır bir daş qaldırır. Və cəmaət də bunu eləyir, təşviq edir, bunu alqışlayır. Peyğəmbərimiz buyurdu, sizə deyimmi qəhrəman kimdir? Dedilər, ya Rasulallah, buyur. Peyğəmbər buyurdu ki, qəhrəman o şəxsdir ki, bir şəxs onu söysə, qəzəblənməsin, səbr etsin, nəfsinə və şeytana qələbə çalsın. Güclü insan bu insandır. Güclü insan daşı qaldıran insan deyil. O, indi məşq eləyib, əzələsini gücləndirib, daşı qaldırır. Amma ən güclü insan o şəxsdir ki, Peyğəmbər buyurur, öz qəzəbinə, nəfsinə hakim olsun. O insan güclü insandır. Bizə bu lazımdır. Biz müxtəlif situasiyalarda, müxtəlif şəraitlərdə əsəbləşən zaman öz qəzəbimizə hakim olaq. Qəzəbimizə hakim olmaq üçün də düşüncələrimizi kontrol etməliyik. Düşüncələrimizi kontrol etdikcə duyğularımız kontrol olacaq. Duyğular kontrol olduqca davranışımız da kontrol olacaqdır. Bu nöqtəyə diqqət etmək lazımdır. Əgər bu olmasa insanda nə olacaq? İnsanda müxtəlif xəstəliklər yaranacaq. Cismi xəstəliklər, ürək problemi, görsən insult keçirə bilər, infarkt keçirə bilər və yaxud insan nevroz olar ki, dərmanla da düzələ bilmir. Bütün günü, ayı həkimlərə keçəcək ömrü. Ona görə insan nə qədər o həddə çatmayıb, mütləq öz qəzəbinə hakim olmağa çalışsın. Əgər özü bacarmırsa, mütləq bir psixoloji dəstək alsın ki, öz qəzəbinə hakim ola bilsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.